Mam beçənin dərisini atdı, bu it götürdü beçənin dərisini. Pişik qatdı bu qapıda qabağına. Pişik bunun nəfəsini kəsib, it qonşudan sığınacaq istəyir. Pişik nəfəsi kəsildi, itirə. Pişik bunun nəfəsini kəsib. Pişik bu beçənin dərisini bunun ağzından çıxartdı. Çıxdım küçəyə, 24 yanında 4 nəfər tökülüşdü. Lankəsin evi burada, dedim mən. İti fermiyə aparırlar bu iti. 650 baş qoyunu qoruyacaq. O iti satdıq fermiyə, 50 manata. Mama dedi ki, Allah sizə xeyir versin. Mama dedi, Allah sizə də xeyir versin. Dedim, Allah onlara xeyir verə bilməz. Allah onlara bir bəla verdi, bagajda gedir. On 600 başın canavar aparacaq.